danışanda xanımlar naməhrəmdən gərək ən azından naməhrəmin üzünə baxmasınlar. Görsən, tərəf kişi üzünü oyda çevirir, başını aşağı salır, xanım çənəsinin altına girir onu. Məsələ soruşursan, soruş. Söz soruşursan, soruş. Amma abır həyağı qoruya-qoruya soruş. Naməhrəmlə çənə-çənəyə danışma. Çünki Allah deyir, فَيَطْمَعُ الَّذ۪ي فِي قَلْبِهِ مَرَزٌ. Sənin bu addımın qəlbində xəstəlik olanlarda tamah oyadıcaq. Həm sən harama düşəcəksən, həm o harama düşəcək. Və bu səslə əlaqəli bir məsələdir. Çünki Allah sırf qeyd edib, فَلَا تَخْدَعْنَ بِالْقَوْمِ. Səsinizi əzib büzməyin. Söz danışandan az qəmzə ilə danışmayın. Bunun içindən çıxardın digər məsələləri, xanımlar. Bir cür geyinməyin ki, naməhrəm məcbur olsun sənə baxmağa. Çünki mən demirəm, öyle mütləq budur ki, yox, daha elə yeryüzü hamısı mömindir, heç kim naməhrəmə baxmıyor. O istisnaya halal olur. O Cəhilman deyir ki, Rab fərz edək bir nəfər indi sılpaq gezir, o dəlidir də, o xəstədir, o xəstəyə ki adam söz deməz. Sən ki xəstə deyirsən, baxma, bu cür deyil axı, sənə qurban olun, belə çoxumuz xəstəyə yaxır. Ən azından, aleykümselam, sən də bir cür şərait yaratmayla ki, naməhrəm sənə baxsın. Bir cür yerimə ki, naməhrəm sənə baxsın. Bir cür ayaqqabı almaqla ki, yeriyəndə ayaqqabının tıqqılsı küsəni başına götürsün. Sən bunlara diqqət elə, naməhrəm də əlindən gələn qədər özünə diqqət eləsin də. Həzrəti Yusuf dedi ki, İnnən nəfsələ əmmərətun bissu. Dedi, mən hətta və ma ubarri'u nəfsi, özümə bəraət vermirəm. Mənim belə nəfs müqabilində acizliyim var. O Yusuf ki, bizim nisbətimizdə yox ha, biz uşaqıq ondan müqayisə olmağa. Peyğəmbərlərin içində təqvası ilə təqva qəhrəmanı olaraq peçatın qoydu. O Yusuf deyir və ma ubarri'u nəfsi. Mən özümə belə gücüm çatmaqdan acizəm. İlla ma rəhimə Rəbbi. Yalnız o zaman ki Allahın mənə rəhm eləyər. İnnəllaha qafurun rəhim. Çünki Allah bağışlayan və rəhm eləyən Allah. Əgər Allah rəhmətin mənə yönəltsə bə, onda mən hər şeyə qələbə çala bilərəm. Yox, əgər yönəltməsə onda çətindir. Ona görə xanımlar fikirləşməsinlər ki, elə da namaz qılandır da, bu da daha belə eləmir ki, yox. Tezə dəb çıxıb xanımlar üçün. Məscidin qapısına qədər gəlirlər, orada başlarına bir çalma atırlar. Girirlər məscidə. Məsciddən çıxandan sonra elə orada qapının ağzında o çalmaların, hicabların, çadraların çıxardırlar, düzəlirlər yollarına. Mən bu cür müraciət edirəm xanımlara. Ya budur ki, o cür məscidə gəlmə, çünki xəstələri də xəstəliyə salırsan, xəstəliklərini artırırsan. Ya da budur ki, çıxandan sonra əgər başla atmaq fikrin varsa, insafın olsun. Ən azından evəcən ged evdə atkinan. Çünki ged bir dənə qıraqdan bax, heç kişilər kimi demirəm, bir dənə qadın kimi ged qıraqdan bax, gör nə eybəcər görükün. Məsciddən çıxan kimi soyunursan, yığırsan, sumkova çıxıb gedirsən. Ən azından bunu nəzərə algınan ki, bəzi insanlar var ki, fi qulubihim mərəzun, onların qəlblərində xəstəlik var. Gələrsən məscidə bir formada, gedərsən bir formada. Hələ bəziləri var, o bəziyyətin də mən işarəsini deyim, sonra deyərlər bizə işarə eləmədi. İnciyərlər ki, bizim adımızı çəkmə. Bəzi xanımlar var elə, Allaha şükür hicabdadılar. Mən bilmirəm necə deyim bu sözü, biraz Allahdan qorxuram. Qorxmasaydım deyərdim, heç kaş olmayırlar hicabda. Kaş bir hicab gezəydilər. Amma o cür paltar geyinməyirlər. O cür hicab bağlamayırlar. Saç, üzr istəyirəm mən dönə-dönə sözdən. Naməhrəm qadının saçı o qədər nəzər cəlb eləmir. Bugünkü o bəzəkli hicablar nəzər cəlb edir. Bu biabırçılıqdır bu.
başı açıq olsaydı o qədər nəzər cəlb edilməz. Bugün hicab əksinə bir dənə biyabırçı vitdə gəlib düşüb bu millətimiz. Bilirsiniz niyə? Çünki hicab dərsin, hicabın ustadından öyrənmədik. Seriallardan öyrəndik, Avropalardan öyrəndik. Bugün də oldu hicablarımızda da. Ona görə bu cür oldu. Hadin serialından baş bağlamaq öyrəndi xanımlar. Xanım Zəhra, baxın tarixə mən öz tərəfimdən doğrudan mən dəhşətə gəldim o hədisi oxuyanda. Xanım Zəhra evdən bayra çıxanda 7 dənə çadranı üst-üstə atırdı. Bir dənə çadıra budur ki, daha kifayət eləyərdi qadına. Tamam məracim fətvası da budur, fikri də budur, hamısının hökmü də budur ki, ən kamil icab forması çadıradır və bir çadıra ilə qadının formasının bilinməyə qoymaz. Və bir tərəfdən mənə çox təəccüblü gəldi bu hədis ki, xanım Zəhra evdən çıxanda 1, 2, 3, 4, 5, 7 dənə çadranı üst-üstə atardı. Amma başqa bir hədis yadıma düşdürdüm, belə olmalıdır da. Bir xanım ki, peyğəmbərlər onun qapısına möhtacdılar, o gərək 7 çadrayla ilə çıxalar. Gərək bu cür olsun. Xanım Zəhra da bu cür olmadı, nə oldu? Gəlin hicab dərsin, hicabı bizə irs qoyan yiyəsindən öyrənək. Hicab dərsin, xanım Zeynəbdən, xanım Zəhradan, baxın, bunu mən dəfələrlə demişəm, bir dənə xanımımız bir dənə müşkilə düşsən namazı qəzaya gedir. Bir dənə adi müşkil çıxan kimi xanımların qabağına namazı qəzaya gedir. Xanım Zeynəb Mədinədən çıxdığı gündən ta azad olan əsarətdən azad olduqları günə qədər ki, onun içində tasuası var, onun içində aşurası var ki, bunlar hələ asan deyil. Tasu, aşura, İmam Hüseyin Aleyhisselamın şəhadəti, Həzrət Əbəlfəzin şəhadəti, xanım Zeynəb üçün adi bir şeydir. Çünki bir kəlməsi vardı xanımın, Rizən bi qəzak, Allah sən yazana biz razıyıq. Bunlar adidir. Xanımın müsibəti əsirlikdən başladı. İmam Hüseyin ruhi bədənindən çıxana qədər xanım Zeynəbə bir kəlmə heç kim söz deməmişdi. Bir kəlmə xanım Zeynəblə heç kim üz-üzə gəlməmişdi. Gələnlər Həzrət Əbəlfəzlə üzləşmişlər İmam Hüseyin. Kərbəlaya gedənlər görüblər, getməyənlərə də Allah nəsib eləsin inşallah. Aşuradan qabaq ki, İmam Hüseyin gəldi Kərbəlaya öz xeyməqahını qurdu, o çadırların qurdu. Gedəndə inşallah o yer durur da, o forma orada durur. Həzrət Əbəlfəzin xeyməsi girəcəkdir. Birinci xeymə Həzrət Əbəlfəzin. Qapı bu idi. İmam Hüseyin Əsəlamın yanına gəlsələr belə Həzrət Əbəlfəzi görməmiş keçməzdilər. Həzrət Əbəlfəz icazə versəydi bir nəqər İmam Hüseyni görə bilərdi. Verməsəydi görməzdi. Onda heç kim xanım Zeynəb görməmişdik. Xanım Zeynəbin müsibəti o əsirlikdən başladı. O qamçılar altında başladı xanım Zeynəbin müsibəti. Amma vacibisin yox. Heç gecə namazını da qəzaya vermədi. Heç bir naməhrəm xanım Zeynəb elə Əlinin evində necə o formasında da qaldı. Bir dəyişiklik olmadı xanım Zeynəbdə. Əgər hicabı xanımlar xanım Zeynəbdən öyrənsələr, kamil hicablı olacaqlar. Yox, əgər serialdan öyrənsələr, onu öyrənməsələr yaxşıdır. Ki, o Həzrəti Nuhun misalı. Keçən onu demişdi. Yadınıza gəlir? Şeytan Nuh'a nə dedi demədi, nə dedi demədi. Axırda şeytan dedi ki, yaxşı da dediklərimin heç birini demirsən, bir dənə deyiləm Bismillahirrahmanirrahim. Dedi, onu da demir. Dedi, bu ki Allah'ın adıdır, niyə demirsən? Dedi, buna görə demirəm ki, onu sən mənə deyirsən. Xanım, fikirləşmə ki, hicabdıdan necə olur olsun. O hicab ki sənə serial deyir, lazım deyil o hicab sənə. O hicabı ki sənə şeytan deyir, lazım deyil o hicab sənə. Başqa bir ayə var. Allah xanımlara dedi ki, zinət əşyalarımızı naməhrəmə göstərməyin. Tezə şey çıxır. Daha hicab ki, mən üzr istəyirəm, müəyyən yerləri örtür, hicabın üstündən zinət əşyası taxırlar. Haramdır.
Gedin baxın, tamam məracinin nəzərlərinə, qızıl əşyasından, bəzək əşyasından xanımların istifadəsi haramdır. Eləməyin. Necə ki, Allah səndən istəyir, o cür ol da. Danışıqva fikir ver, oturuşva fikir ver, duruşva fikir ver, məscidə gəlişvə fikir ver, gedişvə fikir ver, girişvə fikir ver, çıxışva fikir ver. Allahın evinə gəlirsən. Birdən bir nəfər fərqi yoxdur. Kişisinə, qadınına desə ki, filan yerə get, amma bu formada gedginən ki, sənə iş versinlər ya pul versinlər, gedəcəksən. Allahın evinə gələndə Allahdan nəsə almaq üçün xüsusi formalar var. Əgər o formalara uyğunlaşsın, sənə nəsə verəcəklər. Əgər o formalara uyğunlaşmasın, heç nə verməyəcəklər. Ona görə buyurur, فَلَا تَخْدَعْنَ بِالْقَوْلِ Danışanda incə səslə danışmayın. Peyğəmbərdən hədis var. Bu hədis xanımlar üçündür, yadlarında saxlasınlar. Peyğəmbər buyurdu ki, bir neçə şey var ki, kişilərdə qəbahətdir, qadınlarda gözəllik. O xüsusiyyət kişidə olsa, haram bir iş görür. Allahın rəhmətindən kənarlaşar. Əgər xanımda olsa, Allahın rəhmətinə yaxınlaşar və qadının qələbəsi deməkdir o xüsusiyyət. Biri təkəbbürlük. Əgər kişidə təkəbbürlük olsa, haram bir işdir. Allah deyir, mən onları sevmirəm, xoşum gəlmir onları. Peyğəmbər buyurdu, qadınlarda əksinədir. Qadınlar naməhrəmə qarşı, əlbəttə. Xanımlar bir deyinə bilərlər, təkəbbürlük yaxşı şeydir, ailəyə qarşı da, valideynə qarşı da yox. Naməhrəmə qarşı xanımların təkəbbürlüyü Peyğəmbər buyurdu, onları Allahın rəhmətinə yaxın eləyər və onların qələbəsi deməkdir naməhrəm üzərində. Xanım, naməhrəmin qabağında gələ özün təkəbbürlü aparsın, aciz aparmasın. Naməhrəmə özündən güclü baxmasın, zəif baxsın. Bu xanımın Allahın rəhmətinə qovuşmaq üçün vasitəsi. Ona görə xanım gərək hər halda davranışına fikir verir. Oturuşuna, duruşuna, danışmağına, deməyinə, gülməyinə. Birdən küçədə elə bir formada gülür xanım ki, bilmirəm da ona nə forma adı verəsən. Elə formada danışır ki, bilmirəm nə deyəsən o danışığa. Öz hətta məhrəmi ilə o formada gəzir ki, bilmirəm nə deyəsən o gəzməyə. Hər şeyin bir həddi var, hüdudu var, qaydası var, qanunu var. Əgər sən başına hicab örtmüsənsə, mömin sən də əgər üzündə saqqal saxlamısansa, heç olmasa küçədə gedəndə fikir verginən yerişir. Küçədə gedəndə özünü yığışdı, elə formada deyib gülürsən ki, qıraqdan baxan sənin yerdə xəcalət çəkir, sən xəcalət çəkirsən. Nə olsun məhrəmindir? Məhrəm bu deməkdir ki, ya elə küçədə də necə istəsən bəgəsən, yeriyə bilərsən, hərəkət edə bilərsən. Məhrəm məhrəmindir evdə. Bəlkə bu cür deyil? Bu cür deyil, yox. Evdə yekədir, çoxdur sənin üçün. Məhrəm məhrəmindir xəlvətdə. Ailənin içində adam məhrəmi ilə istədiyi rəftarı eləyə bilir, eləyə bilmir. Məhrəmin bir dənə məhrəmiyyət yeri var, o da xəlvət vəssalam. Görsən evdə qızın ayrı otaq olur, oğlun ayrı otaq olur, valideynin ayrı otaq olur, qonağın ayrı otaq olur, hamısı ayrı-ayrıdırlar bunlar. Vəlavun ki, o qonaq sənin valideynindir. Sən kötümüsən bir yerdə yaşırsan, valideyn sənin evə aton ya anon, qonaq gəlib da, anadan məhrəmi ki yoxdur, bir həddidə. Evin qonaq otağı var, heç kimə məxsus deyil, orada hamısı bir-birinə naməhrəmdir. O cür deyil ki, kimdə o cür olmasa, onda bir abırçılıqdır. Hərənin öz otağı ona məhrəmdir. Fikirləşməyin, məhrəmlik elə rahatçılıqdır da, bu mənim əmimdir, bu daimdir, yanında istədiyimi eləyə bilərəm. Xeyr, övlad, hər bir övlad öz yatdığı yerindən durub qonaq otağına, mətbəxə, elə yatdığı formada gələ bilər, gələ bilməz. Hətta evi, valideyni bəzən qardaş bacıya, bəzən bacı qardaşa naməhrəmdir.
Əlbəttə o məxsus həddiləri deyirəm mən. Ay, indi bu kişinin oğlu dindirirsən, deyir, kəbin də kestirmişəm da, kaş heç kəbin kestirməyəydin səni. Da başqasını demirəm mən. Küçədə yürüyəndə adam özünə fikir verər, vicdanın şərəfini olsun. Tezə şey çıxıb, mən bilmirəm, mən eşitdiyimə görə bu məsələni xanımlar ağaların üstünə yıxıblar. Mən təəssüf edirəm, mən Allah şahiddir, Qurana and olsun, mən xəcalət çəkirəm o sözü deməyə. Təəssüf də budur ki, onlar namaz əhlindən olan insanlardır. Xanımları hicabla, hicaba uyğun paltar geyinmirlər. Deyəndə niyə bu cür geyinirsən? Deyir, nişanlımdır ki, gərək enli paltar geyinməyəsən. Kül sənin kişi təpir. Necə yəni nişanlım deyir? Sənin nişanlın bəlkə Allahdan çox bilir. Allah ömrünün uzun eləsin o cəhlimanın. O bizim ustad dedi ki, elə bir nəfər ki, hicab örtmək istəmir xanım, ona bir dənə söz deyin. Allahdan çox bilirsənsə örtmə. Desə birdən niyə? Dedi, Allah deyir, ört də. Sən demirsən örtmürəm, onda Allahdan çox bilirsən də. Yox desə, əstəğfurullah, bunu da hamısı deyəcək ki, yox, mən Allahdan çox bilirəm. Onda ört də, Allah deyir, ört də. Hindi hicab örtmürsən, Allah deyir, hicaba uyğun geyin də. Yox, əgər geyinmirsən, mənası da Allahdan çox bilirsən sən. Onu da bilə bilməzsən. Uyğunlaş da buna. Niyə? Çünki bu bir dənə xəstəlikdir ki, Allah bu sahədə həm xanımlarımıza, həm ağalarımıza şəfa versin inşallah.